Axşamınız xeyir olsun. İlk öncə Azərəqullar arzulayıram. Yeni gəldi, çox məsləhətli bir işin altına girdi. Sanki keçən də belə bir bu formada deyəsən gəlmiş komandaya və çox böyük işlər gördü. Və bugün də elə ilk oyundaca yəni göründü ki, tam başqa kollektiv vardı meydanda. Hansı ki, bütün rəqiblər üçün işte asan olmayacaq bu qarşı oynamağa. Və futbolçularını təbrik edirəm. Çox vacib qalibiyyət idi. Biraz oyunun keyfiyyəti olaraq aşağı idi. Biraz öz meydançamız olsa da biraz hər iki komanda meydança amili də çox böyük təsir eləyirdi. Biraz oyun tempi də belə sanki oyun çox dayanırdı. Həm də ki bəlkə daha istəkli olmalıydıq. Yəni düşünürdüm ki, istəkli olacaq, amma baxmayaraq ki 2 gün əvvəl, 3 gün əvvəl Kopenhagen oyunda oynayan kollektivdən heç biri oynamırdı. Digərləri bugün meydanda idilər, amma hər bir halda daha istəkli olmaq lazım idi. Amma görünür, hələ oyunun biraz atmosferi, belə deyək, hələ ki tam getməyib. Amma dözdülər, sona kimi çalışdılar, qalibiyyət üçün hər şey eləsinlər və sağ olsunlar, hər bir halda 3 xal çox vacib idi bugünkü gün üçün. Və o cümlədən azarkeşlərimizə, həm öz, həm Gəncədən gələn azarkeşlərə təşəkkür edirəm və bu qədər.